Bugün Tesla'dan danışacağıq. Elektrikli avtomobillərin lideri və gələcəyin nəqliyyat texnologiyalarının öncüsü. Tesla elektrikli avtomobillərin istehsalı ilə dünyada inqilab edib. Model S, Model 3, Model X və Model Y kimi avtomobillər sürət, texnologiya və enerji səmərəliyi baxımından əhəmiyyətli irəliləyişlər təqdim edir. Tesla yalnız avtomobillərlə məhdudlaşmır. Şirkət eyni zamanda günəş enerjisi və enerji saxlama texnologiyaları ilə fəaliyyət göstərir. Tesla'nın bu sahələrdəki inkişafa yönəlmiş strategiyaları gələcəyin enerji bazarına yönəlmiş investisiyadır. Tesla'nın inkişafı yalnız texnologiyaya deyil, eyni zamanda sürətli istehsal və avtomobillərin geniş miqyasda satılması ilə bağlıdır. Elon Musk'ın rəhbərliyi altında Tesla bazarda liderliyini davam etdirir. Son günlərdə isə Tesla'nın taksiləri çoxlu səs saldı. Tesla'nın səhmləri elektrikli nəqliyyat və enerji sahələrində artan tələbatla birlikdə uzun müddətli investisiya üçün cazibədar bir seçimdir. Tesla'ya investisiya etmək, davamlı enerji və avtomobil texnologiyalarının gələcəyinə sərmayə qoymaq deməkdir. Sizcə Tesla'ya investisiya etmək yaxşı fikirdir?